Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Doğru Xəbər Azərbaycan Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bugün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgə, Zaqulbada 27-28 dərəcə, cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıxda isə 28-29 dərəcəyə çatacaq. Həftə sonu su hövzələrini üz tutan vətəndaşlara Fövqəladə Hallar Nazirliyi müraciət edib, müraciətdə deyilir. Bugün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeronda qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə çatacağı gözlənilir. Belə hava şəraitində xüsusilə həftə sonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə axın edirlər. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinləmək məqsədi ilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladır. Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdar edici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz şəkildə əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz, deyə Nazirliyin açıqlamasında qeyd olunur. Nazirlik eyni zamanda iyulun 25-26-sında gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edib. Bildirilib ki, Naxçıvan, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyinin sürəti saniyədə 13-20 metrə qədər güclənəcək. Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 20-28 metrə qədər güclənəcək.